Hörmətli xanım sədr, biz sizin göstərişinizdə artıq ikinci dəfə bir neçə komitənin və birinci oxunuş zamanı çıxışa yazılan həmkarlarımın və bu sahənin ekspertlərin iştirakı ilə geniş müzakirə aparmışıq məsələni. Əlbəttə, fərqli fikirlər və yanaşmalar var, bu təbiidir, ancaq ümumilikdə iştirak edən həmkarlarım birmənalı olaraq bu layihənin lehinə səs verdi və ikinci oxunuşda müzakirə çıxarılmasını və xahiş etdilər. Hörmətli xanım sədr, süni intellekt texnologiyalarından sui-istifadənin qarşısının alınması və etik çərçivədə istifadəsinin təmin edilməsi ilə bağlı birinci oxunuşda qəbul etdiyimiz qanun layihəsinə çox ciddi ictimai dəstək var. Bu məsələ ilə bağlı hazırlanan media buraxılışlarına milyonlarla baxış var və ictimaiyyətdə bu məsələ çox geniş dəstək görübdür. Və komitədə aparılan müzakirələri buradan yenidən təkrarlamamaq üçün və layihənin ikinci oxunuşun tələbinə uyğun olaraq sadə izahat vermək istəyirəm. Birincisi qeyd edim ki, Cinayət Məcəlləsinə təklif edilən hər iki yeni maddədə hər hansı yeni, yəni bugünə qədər tətbiq olunmamış bir tərkib yoxdur. Bu gün də bizim milli qanunvericilikdə təhqir, böhtan, pornoqrafik materialları hazırlama və yayma cinayətləri tərkibləri var. Süni intellekt olmasın, digər ənənəvi montaj və metodlar olsun. Əgər kimsə şəxsin razılığı olmadan, onun şəxsi ləyaqətini alçaldan audio və ya video materiallar hazırlayarsa, pornoqrafik məzmun yaradarsa, bu indi də cinayət məsuliyyəti yaradır. Sual oluna bilər, bəs nə üçün biz indi iki yeni xüsusi maddəni təklif edirik Cinayət Məcəlləsinə? Onun iki səbəbi var. Birincisi, səbəb süni intellektlə hazırlanan materiallar hədsiz inandırıcıdır. İkincisi, bu texnologiya artıq hər kəs üçün əlçatandır və asandır. Ona görə də bizə yeni yanaşma lazımdır. Artıq bir çox ölkələrdə bu təcrübə mövcuddur. Böyük Britaniyada, Almaniyada və Fransada bu təcrübədən istifadə edir. Cinayət Məcəlləsinə birinci təklif edilən dəyişikliyə baxaq. 148 prim 2-ci maddədə əməlin obyektiv cəhətdən cinayət tərkibi yaratması üçün 4 element var. Birinci element şəxsin razılığı olmadan, ikincisi reallığı əks etdirməyən, üçüncüsü hazırlama və yayma, dördüncü element isə həmin materialın kütləvi formada yayılmasıdır. Bu elementləri ona görə xüsusilə qeyd edirəm ki, həmkarlarımın əksəriyyətini narahat edən məsələ ilə bunlarla bağlı idi. Birinci element şəxsin razılığı məsələsinə baxaq. Çünki bəzi həmkarlarım bu ifadənin mətndən, dispozisiyadan çıxarılmasını təklif edir. Birincisi bu konstitusion məsələdir. Konstitusiyamızın 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ maddəsində şəxsin razılığı olmadan ifadəsi mövcuddur. İkincisi, bu ifadə məhz bu kontekstdə həm Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi qanunda, indi onlar akt deyir, biz qanunda, əgər xüsusi ölkə təcrübələrinə baxsaq, Fransa təcrübəsində də var. Fransanın Cinayət Məcəlləsində açıq formada qeyd edilir ki, şəxsin razılığı olmadan onun sözlərini və ya görüntüsünü süni intellekt vasitəsilə dəyişdirilərək paylaşmaq 2 il həbs və 45 min avro cərimə ilə nəticələnir. Mən şəxsin razılığı olmadan ifadəsini formal izah etdim, ancaq mahiyyət etibarilə əksinə, şəxsin razılığının olmadan sözünün bu maddənin dispozisiyasında olması həm insan hüquqlarının daha yaxşı qorunması, media azadlığının, yaradıcılığın qorunmasına xidmət edir. Yəni, əgər bir şəxsin razılığı varsa, süni intellektlə reallığı əks etdirməyən materialları hazırlayıb paylaşa bilər. Başa düşürəm ki, burada praktik tərəf maraqlıdır, çünki bu razılıq necə olacaq, kağız üzərində olacaq və s. Bu məsələni asanlaşdırmaq üçün Cinayət Prosessual Məcəlləsinə də yeni bir dəyişiklik təklif edilir, elə məhz bu qanundadır. Və yəni, ola bilər ki, həqiqətən sizin razılığınız olmadan bir material hazırlanıb və bəlkə də sizin xoşunuza gəlibdir və bəlkə də gəlməyibdir. Siz ondan şikayət etmədiyiniz müddətdə heç kimlə bağlı cinayət işi başlanıla bilməz. Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsinə təklif edilən dəyişikliyin də məğzi budur. İkinci məsələ ən çox müzakirə olan məsələlərdən biri də elə reallığı əks etdirməyən ifadəsi idi. Bəzi həmkarlarım təklif etdi ki, reallığı əks etdirməyən ifadəsini çıxaraq, əvəzinə şəxsin nüfuzuna xələl gətirən, böhtan, təhqir, şantaj və ya digər zərərli məqsəd ifadəsini qoysaq, biz qarşıya qoyulan hədəfə çatmayacağıq. Əgər maddənin dispozisiyasına konkret xüsusi məqsədlər qeyd etdiyim məsələləri əlavə edilsəydi, bu cinayətin tərkibi daralacaqdı. Yəni təcrübədə süni intellektlə yaradılan deepfake materialları çox vaxt subyektiv olaraq zərərli məqsəd olmadan, məsələn, dırnaqarası zarafat, sosial eksperiment, trendə qoşulmaq və ya dırnaqarası siyasi satira adı altında yaradılır və yayılır. Əgər qanunda məqsəd şərtidirsə, zərərçəkmiş şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatına ciddi ziyan dəysə belə, təqsirkar deyəcək ki, mənim məqsədim şantaj deyildi.
sadəcə əyləncə idi deyərək məsuliyyətdən boyun qaçırmaq istəyə bilər. İkincisi, bu ifadə daha çox elə süni intellekt texnologiyasının spesifikasından bağlıdır. Yəni bu yanaşma süni intellekt texnologiyalarının təbiətini düzgün dərk etməkdən irəli gəlir. Reallığı əks etdirməyən, süni intellektlə yaradılmış bir materialın informasiya məkanına düşməsi qısa müddətdə onu nəzarətdən çıxaraq zəncirvari reaksiya, yəni virallıq yaradır. Və əməlin ilkin hədəfindən asılı olmayaraq kütlənin onu necə qəbul edəcəyi, necə istifadə edəcəyini proqnozlaşdıra bilməz. Və buna görə də qanunverici məqsəddən asılı olmayaraq qanunsuz yaranmış alətin özünü və onun yaradılma, yayılma prosesini kriminallaşdırmaqla preventiv bir xətt çəkir. Ona görə reallığı əks etdirməyən ifadəsi bu kontekstdə və formada həm norma yaratma texnikası, həm də mütərəqqi hüquq siyasəti baxımından tamamilə haqlıdır, strateji cəhətdən çox dəqiqdir. Cinayət Məcəlləsinə təklif edilən digər maddə ilə bağlı hesab edirəm ki, məsələnin də mahiyyəti aydındır. Şəxsin razılığı olmadan pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması ilə bağlıdır. Komitə iclasında belə bir fikir səsləndirilmişdi ki, vəsilə çıxır ki, şəxsin razılığı olarsa, onda süni intellektlə pornoqrafik məzmunlu material hazırlamaq olar. Cavabı odur ki, o da olmaz. Əgər şəxsin razılığı olarsa ya özü iştirak edərsə, hazırda bu 242-ci maddə ilə pornoqrafik materialları hazırlama və yayma maddəsi ilə məsuliyyətə səbəb olur və hazırda da qüvvədədir. Və düşünürəm ki, Cinayət Məcəlləsi ilə bağlı təklif edilən dəyişikliklərin mahiyyəti aydındır. Satira, parodiya, şantaj, böhtan və saxtakarlıq heç bir halda dırnaqarası yaradıcılıq azadlığı kimi müdafiə oluna bilməz. Heç kimin şərəf və ləyaqəti alçaldıla bilməz. Lağlağı, kontent məqsədi ilə heç kim onlayn terrora bəraət qazandıra bilməz.